Değerli uşaqlar, herkese salam. Yeni video, yeni velosiped. Yəni təzə velosiped deyil, velosiped yenilənmişdir elə bil. Gördüyünüz kimi təkərdəki kraskaları sökmüşəm. Yer belə kraskanın şeyləri var yerdə burada. Bugün demək olur ki, bütün gün onun kraskasını sökməyə çalışmışam. Rezakı götürmüşəm. Yəqin bilirsiniz ki, rezak nədir? Bıçaq kimi olur. Onunla belə sökməyə başlamışam. Burada biraz qırmızı qalıbdı və bir də burada biraz qırmızı qalıb. Onu da boş verdim. Bir də zamokumuzu açaq. Bir dəqiqə kameramı qoyayım. Hava çox pis küləklidir deyə bu videomuz qarajda olacaq. Deməli uşaqlar qoyduq ora. Açarı qoyduq cibimizə. Çıxırıq velosipedlə hoqqa verməyə. Deməli ona qədər mən də burada kameranı taxım. Salam. Kameranı taxım. Papağı da keçirəm. Gördüğünüz gibi kameramı böyle takmışım. Oldu bomba gibi. Böyle məclis oldu. Velosipede yaraşan qırmızı. Biraz da aşağı eləyim. Şöyle. Ne oldu? 20 dəqiqə vaxtım var. Hardasa bir 15 dəqiqəlik video çəkəcəm. Qalxam hazırlığım var. Uşaqlar, garajımızdır bura. Gedirik. Çox adamların qabağına keçməyim. Deyəcəklər ki, garajda niyə sürürsən? Garaj yol uzatdı. Bura ikinci bina. Burada zor velosipedlər var. Məsələn, belə start var. Baba mavi gördüyünüz. İşıq buradan niyə yanmır? Gördüğünüz gibi bir tane böyle kırmızılı start var. Böyle mavi start var. Mənimki buna oxşuyur. Babam tormozları zaten mənimki oxşuyur. Bu da 29'luklu ama bu biraz köhnə versiyasıdır. Startın. Düşürük belə. Ömer'e düştük. Burada bir tane böyle teker var. Burada beynini saxlayır. Onun tekeridir. Burada qalxaq birinci binaya. Burada da velosipedlər var. Burada belə bir dənə Range Rover, BMW.
Burada bir tane belə Mercedes. Sonra burada bir tane F150 Ford. Çok uzunlaydı o. BMW 500. 500 diyelim. Yani 5. seriya. Maşınlar gəlir. Ayda bura gəlir. Belə gəlir bir tane. Deməli gəldik bura. Görməliyim velosipedi burada. Yoxdur. Mənim dostumun velosipedi burada olur. Ama yoxdur velosipedi. Yəqin qaldırıb yuxarı. Neyse burada şöyle bir tane abandoned bir tane maşın var. Yani İngiliz dilindən tərcümə ilə tərk edilmiş. Maşın var. Yani buradan bir tane keçək. Az qala dəyirdim. Gördüğünüz gibi bu S500. Gördüğünüz gibi bütün tozları. Maşın dili tozdu. S63 özdə. Ve 8 bir turbo S63'ümüz abandon etdi. Bir de hokka vereyim. Bence getdi bu, yaxşıydı belə. Pis dögüldü bu. Gəlmirəm burada da eləyək. Burada boşdur. Oy, kameraya ne oldu? Kamera gitti. Boş değil biraz. Gözlüğümden sıkım. Ha. Saniye. Bir daha. Olmaz. Aslında kaldırmak o kadar da çətin de değil, asan da değil de kaldırmak. Ona göre yani gəl velosipedin yüngül olsun da kaldırıp biləsən deyə. Velosipedim alüminyumdur. Yani qalxması rahat. Getdi bu. Getdi. Buzullu. İndi bir dənə də yoxlayaq. Sen az qala yıxılırdın ha. Ah, ayağım. Ayağım ağrıdı. Ama neyse. Burada bir tane en zulay qalik. En zulay qalik. Biri budur. Bir de onun dalındaki qalikdir. Burada bir tane belə qəribə maşın var. Bilmirəm nədir. Qəribə. Kitay maşınlarıdır bütün bunlar. Bir belə qaz. Volga da bu. Volga, ha. Bir belə Volga da var. İndi mən təkrar. Az getdi bu. Buradan dönək. Bu da az getdi. Bundan şansı bir pedal zad gedir. Çok qalxdı bu. Yəqin 5 dəqiqədə zad video çəkirəm. 10 dəqiqə zad o. 5 dəqiqə zad da çəkim. Videomu bitirək.
Bir dənə səs gəlir, elə büyük maşının içində kimsə qalıb. Yuxarıdan mı gəlir, aşağıdan mı gəlir, ya da yanlarından. Amma nə isə nə. Bu da zor oldu məncə. Bu olmadı. Bir daha. Ve bu da olmalı. Da pedal çevirə bilmirəm. Neyse, başımı bırakın. Uşaqlar. Burada bizim böyle motosiklet dayanır. 700 kubluq. Adam burası bilmirəm. Gözlüyümlə baxım da. Ha, CF Moto'dur. Yadıma düşdü. CF Moto CLX 700 kubluq. Məncə çox belə zordur. Özü 700 kuba görə yaxşıdır. Motoru var ya. Amma ya çoxdan da sürülmür bu da. Bu da bir abandonetdir. Burada bir dənə maşın yox, bir dənə qəribə bir şey var. Sizə göstərəcəm. Yəni kameram belə başımda bura baxır özdə. Yəni kamera hara baxırsa mən ora baxıram. Hazırsınız? Ya gördüyünüz bu Prado abandonetdi deyəcəydim ki yox. Belə bir şey. Sizə də qəribə gəldi. Düzdür. Motoru da yoxdur, hamısını çıxardıblar. Yəni bu neçə illərdir bilmirəm buradadır. Qəribə. Bu hava, su, belə bu suda gedir də, düzdə bilirəm, suda. O arxası bu şey fırlanır, suda üzür. Bu niyə burada olsun, şəhərin ortasında? Qırıq-qırıq, bir tozdur. Yəni təsəvvür edin ki, qara rəng olub da elə bil yaşıltın, belə yaşıl fason. Motoru da yoxdur, hamısını çıxardıblar ya da oğurlayıblar. Nə biləm. Neyse, belə işlər. Onun başını bıraxım, amma maraqlı bir şeydir adam. Yəni niyə orada olsun? Nə bilim. Burada bir dənə dostumun velosipedi var. Geçən dəfə təkəri partladı. Bilmirəm niyəsə. Gəldi, sürürdük də. Dayandıq bütün parkda. Dedik ki, təkərim partlayıb. Yəni yaxşı rəngdə animiyerdir. Zor velosiped daha. Getməyi ilə, yəni onu bilirsiniz onu necə sürür. Yəni pedala bastıqca 10 metr səndən uzaqdadır. Yəni elə. Gözlüyüm burada bir dənə də qabaq qaldırım, burada oldu. Oy oy oy. Az qala yıxılırdıq, amma mənim profesionallığıma görə yıxılmadıq. Maşın gəldi.
Döndü o tərəfə. Qaraj sürmək, yəni belə apasla deyil, yəni təhlükəli çox. Yəni maşını görsən, nə deyim, çəkir qırağa keçsin. Amma əgər nauşniki nəzərsansa, məncə yəni qaraja düşmə. Çünki maşını görməyib, gəlib nəsə ola bilər. İnşallah kameranı çıxartdım, belə əlimdə tuturam. 15 dəqiqədir çəkirəm. Özü tək atdım, 15 dəqiqədir çəkirəm. Gedim evə. İndi dərsim var. Gedim biraz dərs eləyim. Lift gələnə qədər də istəyirəm biraz danışım. Maşını da söndürürüm. Gördüyünüz kimi velosiped belə olub. Of, tuttum Elə bilirdim, aşağıdaydı. Yeni velosiped. Velosipedin yeni video. Söz yine videomu burada qutarım. Sağ olun, salamat qalın.